vaxtınız xeyir. Heykəl məhbuslardan Qiyas İbrahimovun ardınca Bayram Məmmədova da 10 il həbs cəzası kəsildi. Əslində bu hökm nə qədər absurd olsa da, onun əvvəlcədən sərt olacağını demək olardı. Heydər Əliyev heykəli bir deyil ki, onu polis nəzarətinə götürüb, cavanları yüngül cərimə ilə evə buraxasam. Bir anlığına Azərbaycanın hər yerində olan Heydər Əliyev heykəli, muzeyi, küçələrinin sayını göz önünə gətirim. İndi isə onların üzərində Qul bayramı yazmaq arzusunda olanların sayını düşünün. Onda problemin nə dərəcədə ciddi olduğunu görərsiniz. Qiyas və Bayram beynəlxalq təşkilatların siyasi dustaq adlandırdığı siyahıya əlavə olundu. Bu siyahı isə təəssüf ki, nə qədər humanistcəsinə əfv fərmanı imzalansa da azalmaq bilmir. 3 tanınmış hüquq müdafiəçisi Leyla Yunus, Oktay Gülalıyev və Elşən Həsənovun hazırladığı siyahıya əsasən hazırda Azərbaycanda 160 siyasi məhbus var. Biz onlar barədə nə bilirik və onları birləşdirən nədir? Bu barədə biz siyahını tərtib edən hüquq müdafiəçilərdən biri Leyla Yunusla söhbət edirik. Mən görürüm ki, burada bu siyahıda ən böyük qrup, ən böyük kateqoriya inancılılardır, 105 nəfərdir. 105 nəfər tamamilə düzdür. Və onların sırasında eyni zamanda Nardaran hadisəsi kimi, Nardaran işi kimi tanınan prosesdə də həbs olunanlar var. Mənim sualım sizə budur. Mən bilirəm ki, ümumiyyətlə beynəlxalq ictimaiyyətdə Nardarandan da bu inancların məsələsindən də biraz xof var, biraz qorxu var. Yəni hətta mən özüm də dəfələr eşitmişəm ki, səfirlər də, xarici səfirlər deyirlər ki, biz bilmirik orada nə baş verir. Əlbəttə ki, bunu nəzərə almaq lazım ki, eyni zamanda hakimiyyətin bu mənzərəni necə təqdim etməsi nəzərə almaq lazımdır ki, bunlar güya radikal İslamçılardır, güya Azərbaycanda şəriət dövləti qurmağa çalışırlar. Mənə maraqlıdır ki, siz bu cür adamları necə inandırırsınız ki, bu həqiqətən də siyasi dustaqlardır? Çox sağ olun bu suala görə. Deməli, noyabrın 29-da mən və Arif Avropa Parlamentində İnsan Hüquqları Komitəsində çıxış eləmişik. Və Arifin çıxışının adı belə idi: Azərbaycanda İslam faktoru. Dinç İslamçıları, cavan oğlanları, ümumiyyətlə o adamları hansı ki heç fikri də yoxdur nəyəsə etiraz eləmək, neçə də gedirlər, öz fikirlərini danışırlar. Onları tutublar, tutatut gedir artıq bir 8 ilə 10 ilə yaxın və onları işgəncə verirlər, öldürürlər işgəncə ilə. Və bu forced radicalization, yəni ki, məcburi radikalizasiyadır. Məcburi radikalizasiyadır. O adamları, yəni ki, yenə də ingiliscə keçən, violence create violence. Yəni zorakılıq yaradır. Əgər, məsəl üçün, insandır da, özü üçün yaşayır. Gəlirlər, onu tuturlar, onun saqqalını qırxırlar, ona işgəncə verirlər, zoramaq istəyirlər. Bu 8 adam, ya onun uşaqlarına bu divan tuturlar. Bu 8 adam əlbəttə istəyəcək əlinə silah alsın və geçsin o adamları hansı ki ona işgəncə verib öldürsün. Mən bilirəm ki, bu siyahı daima dəyişməkdədir. Hətta təqribən bir həftə əvvəl biz sizinlə söhbət etmişdik. Bu bir həftə ərzində də dəyişiklik oldu. Azərbaycanda bayramın da məhkəməsi başa çatdı. Mən belə başa düşürəm ki, siz bu siyahı ilə neçə ildən bəri də məşğul olursunuz və bu siyahıda kimsə bunu tərk edir, kimsə azadlığa çıxır. Lakin onların yeri boş qalmır. Onların yenə də yeri dolur və mütəmadi olaraq biz siyasi dustaq problemi yaşamaqdayıq. Bu ölkə, bu rejim siyasi dustaqlarsız yaşaya bilmir. Necə Sovet ölkəsi Qulag ölkəsi idi. Necə bunlar? Bu Sovet ölkəsi qul ölkəsi idi. Çünki cəmaat qorxurdu, hətta öz evindən nəsə pıçıldamaq. İndi Azərbaycanda eyni fikir verin, qərar çıxardıblar. Qanun, təzə qanun ki, əgər Facebookda
dövlətin siyasətini nəsə yazırsan, Bəli. sənə iş kəsirlər. Bu necə başlarına gəlib? Yəni ki, ən böyük təhlükə sözdür, söz azadlığı. Siz Və iş belə istəyirəm, üzr istəyirəm, Seçkan, demək istəyirəm ki, biz də çıxış eləndə deyirik ki, əsas məsələ ki, biz Suriya olmayaq ki, odur ki, biz görürük ki, bugün bizim siyahıda ən böyük bu dindarlardır, dinç müsəlmanlardır. Leyla xanım, iş belə gətirdi ki, siz illər uzunu siyasi dustaqları müdafiə etmişsiniz, onların hüquqlarını dəstəkləmişsiniz, lakin özünüz də sonradan siyasi dustaq və vicdan məhbusu oldunuz və ictimaiyyət, generalda Azərbaycan ictimaiyyəti üçün xüsusilə bu bir şok idi ki, bir tərəfdən siyasi dustaq, digər tərəfdən qadın Leyla xanıma təcridxanada işgəncə verildi. Bu barədə mətbuat da yazmışdı. Lakin mətbuatın yazması biz bunu sizin dilinizdən eşitmək istəyirik. Həqiqətən də bu işgəncə nə ilə bağlı idi? Yəni, necə baş verdi? Hər halda siz adi insan deyilsiniz, siz öz hüquqlarını bilən və başqalarının hüquqlarının müdafiəsinə qalxan bir şəxsiz. Sizə necə işgəncə vermək olardı? 2005-ci ildə mən və Özbəkistan İnsan Hüquqları nümayəndələri biz bir yerdə kitab çıxartdıq. Kitabın adı elə idi, Azərbaycanda və Özbəkistanda insan hüquqları və eyni cədlər, işgəncə, siyasi dustaqlar və mən belə fəxrlə yazdım o kitabda ki, Azərbaycanda, Özbəkistandan fəxri olaraq qadınlar siyasi dustaq yoxdur. Özbəkistanda var idi, çox. Və deyirəm, Azərbaycanda qadınlara işgəncə yoxdur, ancaq Özbəkistanda var idi. Adamları da bilirəm, hər şey də bilirəm və mənim Özbək dostlarım, onlar onu yazırdılar. Bax, belə kitab çıxardıq 2005-ci ildə. Sonra da 2014-cü ildə belə oldu ki, mən birinci siyasi dustaq oldum. Və Mayor Yaqubov, adı yadımdan çıxdı, gün yadımdadır, 23-cü sentyabr. Deməli, ən maraqlı ki, kim mənə nəsə işgəncə verdi, mənə qarşı çıxdı, onlar hökumət tərəfindən onları mükafatlandırıldılar. Bəli. Bilirsiniz, indi bu mayor, adı mayordur, Sizoda, Gürdaxan. Bilirsiniz, indi o hardadır? Həbəriniz var? Xeyr. O MNB-nin sizosu var, hardaki Arif oturmuşdur, Altmir Kadırov. O indi bu sizonun rəhbəridir. Fikir verdiniz? Yani ki orada polkovnik vardı, general vardı. Bu mayoru götürüblər. Bax belə, işgəncələr belə idi. Arifə çox işgəncə verirlər, yəni onu belə saxlayırdılar, o danışdı, onun üçün indi onun əli də ağrıyır və 2 ay döyürdülər, həftədə 3 gecə. Mənə isə o qədər döymədilər, nə qədər alçaldırdılar, məsəl üçün saçından belə, yazın belə və o qadınlara deyirdilər ki, ona hücum eləyin, bax belə. Yəni ki, sizin saçınızı da artırdı həmin o mayor. И это по спине bili, da, tam по почкам. Yəni ki, cavan oğlan yaşlı qadını belə döyürdü. Döyürdü nədən ötürü Leyla xanım? Yəni ki, siz cavab mı verəsiniz, yoxsa ki, bu sadəcə olaraq təhqir idi, cəza idi? Yəni bu sizdən söz almaqdan ötürü idimi, yoxsa ki, nə idi? Mən bu baxışa düşmək istəyirəm. Söz ala bilirdilər. Siz fikir verin, Gulag Sovet ölkəsində ne üçün deyirlər? O qədər yox ki, o vaxt deyirlər ki, istintaq zamanı kisəsindən nəsə götürsünlər. Ancaq lagerdə bir də adamı alçaltmaq lazımdır. Çünki məsəl üçün deyirdilər ki, qazamatdır, rəhbər gəlir, hamı gərək dursun. Mən durmuram.
və s. və ilaxır. İndi Sizin azadlıqda dediyiniz sözlərə görə bir nəsə cəza olurdumu? Tutalım, deyirlərmi ki, deyək, filan məmuru yaxud filan dövlət başçısına görə dediyiniz sözlərə görə sizi vurarıq, işgəncə veririk. Yəni belə mesajlar olurdumu sizə? sözün doğrusu mən heç qulaq asmırdım nə deyirlər. Elxan, biz nə fəxr eləyirik. Nə qədər orada yatmışdıq, nə mən, nə Ərif bir kağıza da qol çəkmədik, bir kağıza da. Birinci kağız hansı ki bizim gözümüzün qabağında qoydular, dedilər ki, qol çəkin ki, неразглашение тайны следствия. Açıqlamayacaqsınız istintaqın gedişi barədə məlumatları. Dəlisiz, biz buna qol çəkəcəyik. Əgər indi jurnalist burada olsaydı, mən səhərdən axşama kimi danışardım, siz nə dediniz? Heç vaxt buna qol çəkməyəcəyik. Və o vaxtdan da heç nə qol çəkmirdik. Və mən qulaq asmırdım. Mənim üçün maraqlı deyildi. Onun üçün heç o prokurordan da o qədər gəlmirdilər. Maraqlı deyildi. Leyla xanım, bilirsiniz, sizin məsələniz, yəni ki, həbs olunandan ta ki azadlığa çıxana qədər kifayət qədər beynəlxalq ictimaiyyətin diqqətində olub, bu barədə xarici mətbuat da yazıb, Azərbaycan mətbuatı da yazıb və bu, belə deyək, çox məşhur hadisələrdəndir və bununla belə sizə də işgəncə verilib. Biz bu nədən xəbər verir? Yəni bizim digər siyasi dustaqlarımız da bu cür işgəncəyə mütəmadi məruz qalırlarmı? Yəni siz həbsxanada olarkən daha nələri öyrəndiniz ki, əvvəl bilmirdiniz? Bilirsiniz, mənim fikrimcə, deyirlər o vaxtı ki, əmr var. Əmr olmayanda ümumiyyətlə kişilər də layiqətlidir, necə qadınlar. Kişilərdə heç olmasa onlar otururlar, onlarda hansısa qanun var. Qadınlarda da elə qadınlar var, hansı ki, ziyalıdırlar, elə şey olub da qazamatladılar. Məsələn üçün, məni heç vaxt belə qadınlarla oturmurdular. Həmişə çox alçaq qadınlar hansı ki, mənim buradan, onlar yaza bilmirdilər, məktəbə getmirdilər. Mən heç bilmirdim ki, elə belə adamlar var. Bax, belədir. Ancaq bir də deyirəm. Necə nəfər qalırdınız və bilmək istəyirəm, saxlama şəraiti necədir? Məsəl üçün... Sən Allah sevinçlidir, mən o saxlamaq şəraitindən danışacağım. Əsasında o uşaqlar hansı ki qalırlar. Bilirsiniz, mən 5-6 yaşında olanda həmişə evdə bayramlara adamlar gəlirdi. Mənim babamın və nənənin dostları. Və onlar nədən danışırlar? Mənim babam 37-ci ildə tutulub. Onun 2 qardaşı güllələnib, bir qardaşı Sibirdə ölüb. Və nədən danışırdılar? Lagerdə həkim olmaq daha yaxşıdır. Lagerdə, əgər sən injenersən, iş tapa bilərsən. Əgər 100 dəfə yox. Və mən uşaqlıqdan bilirdim, lager nədir? Qazaxıstandan necə adamları sürgün verirdilər, nədir? Mənim üçün ən maraqlı o idi ki, mənim mamam yaşayırdı və bilmirdi. Papa qayıdacaq ya yox, ya qazamatda öləcək, necə əmisi ölüb. Və mənim qızım yaşayırdı, bilmirdi. Papa mama qayıdacaq, yoxsa qazamatda öləcək. Sizə lazım olanda həkim vaxtında çağırılırdı mı? Mən bilirəm ki, həm siz, həm də Arif müəllimin ciddi səhət problemləri var idi. Bu həkimlərlə ünsiyyət necə olurdu? Bu hansı həkimlər idi? Azərbaycanlı həkimlərdir mi? Azərbaycan həkimləri həkimlər deyil, heyvandılar. Nəyə görə? Nə baş verirdi? Bir Alman həkimi gəldi, çox baxalı dərman gətirdi və dedi ki, bu dərmanı qəbul eləmək və s. o gərək medsançəstə qalsın. Protokol yazdılar, qol çəkdilər, mən gördüm 2 ay medsançəstə qalsın. Apardılar medsançəstə, dərmanı qəbul eləyirəm. 6 gündən sonra gəldilər, yox, sən tamamilə xəstə deyilsən, qayıt kameraya. Və sən qol çəkdin. Sən dedin 2 ay. Özü də dərman çox çətin dərmanıdır. Onun side effect çox pis idi. Fəsadları ağır idi. Ağır idi. Deyirəm, axı qol çəkdiniz.
3 aydan sonra gəldi yenə də Alman həkim dedi, necəsən? Deyirəm, necə olacağım? 6 gündən sonra çıxartdılar. 2 ay dedi, ola bilməz, axı qol çəkdilər, söz verdilər, həkimdir. Deyirəm, harda sən burada həkimi gördün? Mənim baxtımdan o Alman həkimi keçmiş QDR-dan idi. Şərq Almaniya. Və mənlə yaşıtıdır. Dedi, vay dedi, mən yadımdan çıxdı. Yenə də o sistem qalsizdədir. Deyirəm, hə də sən o sistemi bilirsən də. Deyir, hə, siyasətlə. Ondan qıt mən başa düşdüm, mən bunlarla danışmayacağım, onları saymayacağım. Mən elə bildim ki, onlar həkimdirlər. Deyirəm, harda sən burada həkimi gördün? Bax, belə. Onun üçün o Alman həkim ancaq Arifi demək olar ki, xilas elədi. 30 oktyabr 2015-ci ildə gəldi, gördü Arifin təzyiyi 250-140-adır və qol çəkdi ki, mən da, yəni rəy yazdı ki, bu insan hər dəqiqə ölə bilər. 4 saat ona deyiblər ki, bu kağızı götür, biz bunu qəbul eləmirik. Dedi, siz qəbul eləmirsiniz, elə yəni. Mən onu yazdım, hər yerə mən çatıracağım. Çünki o nə yazırdı, o Azərbaycan iqtidara verirdi və Avropa parlamento verirdi. Dedi, mən onu verəcəyim. Siz artıq qeyd elədiniz ki, sizdən istintaqın gedişi barədə məlumat verməyi barədə əlinizdən bir arayış almağı çalışıblar, amma buna nail olmayıblar. Sizi hansı şərtlərlənsə, bəlkə hansısa şərtlər olurmu sizin azadlığa çıxmağınız barədə ki, siz daha nələri ictimaiyyətə deməyəcəksiniz, yaxud bundan sonra siz nələrisə etməyəcəksiniz? Yox. Mənlə ümumiyyətlə heç kim danışmırdı. Heç kim mənlə danışmırdı. Mən Arifə məktublar yazırdım. Qırmızı xaçla mən göndərirdim və Arif mənə. Məktublar mənə çatmırdı. Məni çağırıb rəis deyir ki, siz Kürdahanada qiyam hazırlayırsınız. Deyirəm, neyirəm? Deyir, qiyam. Deyirəm, çox sağ olun, necə hazırlayıram? Dedir ki, biz sizin də Arifin də məktublarınızı analiz elədik, gördük ki, siz qiyam hazırlayırsınız. Deyirəm, onda mənə danışın. Biz Ariflə ikimiz də tarixçiyik və bax, kağız qırmızı xaçla yazanda, bax, belə bir bloknotdur, yəni ki, ondan çox yox, bax, belə, balaca. Bir vərəqədən azdır. Mən orada yaza bilməyəcəm, mən qulağım ağrıyır, sənin nəyin ağrıyır, mən qısa yazıram. Qısa mən nə yaza bilərəm? Yazıram ona ki, Arif, мы под Ржевом və heç bir uran olmayacaq. Olacaq Rjev Volxov. Ondan çox gözləmirəm. Kim mənə köməklik eləyir? Mark. Qutardı, getdi. Bu da mənə deyir, rəis, mən indi başa düşdüm. Sizi ermən casususuz və sizi kim vadar elədi casus olmağa? Mark. Deyirəm, düz deyirsiniz. Birinci eradan qabaq. Первый век до нашей эры. Deyir, necə? Deyirəm, Mark Avreli'dir. Rim imperatorudur. O yazır ki, наша жизнь это то, что мы о ней думаем. Mən həmişə onu deyirəm ki, əgər sən özünü saxlamaq istəyirsən, baxma, nə var? Pisdir, sən ona yaxşı gözlə bax. Bunu Mark deyir, Mark Avreli. Mən indi Mark Avreli mənə nə deyib, onu yazacaq. Mən yazıram, Arif başa düşür Mark kimdir. Deyirəm, ermənidir. Deyirəm, əgər siz bilmirsiniz Rjev nədir? Gəlin, mən sizə 2-ci Dünya müharibəsinin tarixini danışım. Deyirəm, siz bilirsiniz, 42-ci ildə Stalingrad başlayanda Rjev birinci başlamışdı və Rjevdə Jukov rəhbərlik eləyirdi. O operasiyanın adı Mars idi. Və 100% onlar bilirdilər ki, onlar orada qələbə çalacaqlar. Ancaq Stalingradda çaldılar. Ancaq Rjevdə milyona yaxın adam öldü. Tvardovskoye stихи, я лежу под Ржевом. Deyirəm, mən onu yazıram. Ya, siz heç bilmirsiniz Volxov nədir? Deyirəm, onda gedin, özünüzü asın. Leyla xanım, siz valla mən bilmirəm heç nə deyim, ona görə ki onlar da siz Azərbaycan dilində danışırsınız, Rusça dilində danışırsınız, amma ki bu hələ o demək deyil ki, onlar sizi başa düşürdülər. Yəni məntiq budur. Rjev.
Leyla xanım, mən qayıtmaq istəyirəm sizin bugünkü işinizə. Mən bilirəm ki, sizin gördükləriniz və təəssüflər olsun ki, öz təcrübənizdə yaşadıqlarınız, özünüzün və həyat yoldaşınızın, Arif müəllimin. Mən bilirəm ki, bundan sonra siz həbsdə qalanlar üçün daha da çox kömək etməyə çalışacaqsınız. Evet, Çünki adamın artıq siz bunun nə olduğunu sözdə deyil, əməldə bilirsiniz. Bu sizin öz başınıza da gəlib. Frederica Mogherini ilə görüşəndə indi Brüsseldə dedim ki, çox sağ olun. Mən bilirəm köməklik edib siz Silence Diplomacy'də olanda bizdən danışıbsınız, yəni iqtisadi diplomatiyadan. Ancaq deyirəm, baxın da neçə nəfər qazamatdadır. Deyirəm, siz bir gündə 4 nəfər dünyanı dəyişib işgəncə ilə öldürüblər 26 noyabrda 2015-ci ildə Nazaranda. 4 nəfəri işgəncə ilə öldürüblər. Buna göz yumaq olmaz. Leyla xanım, sizin hazırladığınız siyahı indi mənim qarşımdadır və mən kiçik bütün bu kateqoriyaların adlarını çəkmək istəyirəm ki, siz hesab edirsiniz ki, məhz bu kateqoriyalar üzrədir hazırda olan Azərbaycandakı siyasi dustaqlar. 7 nəfər jurnalist və blogerdir, 2 nəfər yazıcı və şairdir, 1 nəfər hüquq müdafiəçisi, 5 nəfər gənclərin təşkilatlarının üzvləri, 7 nəfər müxalifət partiyaları və hərəkatlarının üzvləridir. 10 nəfər Xalq cəbhəsinin üzvləridir, fikir verərsiniz. 12 nəfər Xalq cəbhəsinin üzvüdür. 10 nəfər Milli Təhlükəsizlik Nazirliyinin törətdiyi cinayətlərin qurbanları. Bu 10 nəfər 2007-ci ildə 11 nəfər kimi tutulublar. Said Dadaşbeyli qrupu və bu 11 nəfəri o qədər döyüblər ki, orada mən ətraflı yazmışam, bir nəfər ölüb, Mamedov Emin ölüb, 33 yaşı vardı, işgəncə nəticəsində ölüb və bu 10 nəfərə 14 il, 13 il iş kəsiblər və o vaxtı onları heç kim siyasi dustaq kimi qəbul eləməyib, heç kim. Mən onları yazmışam, mənim üstümə gəliblər, mən onları yazmışam, yox, onlar nədirlər? Onlar nə blogerdir, nə siyasi partiyanın üzvüdür, necə bunlar daranlarda, nə üçün onları tutublar? Yəqin nəsə eləyiblər, onlara da terrorist yazıblar, ancaq onlar müsəlman, yəni ki, İslamçı da deyirlər və ondan ötəri ki, bu yazıq 10 adama heç bir fikir verməyiblər, onlar 2007-ci ildən bugünə kimi otururlar. Gələnir 10 il olacaq necə otururlar. Onun üçün çox çalışmalıyıq ki, Taledi, Farhaddi, hamıya gərək diqqət yetirsək və bu Said Dadaşbeylin işi bu onu göstərir ki, bax belədir. Və məni dəvət eləyiblər dekabrın 10-unda İnsan Hüquqların Günü, mən burada Amsterdamda bu günün açılışında Arif və mən çıxış eləyəcəyik və o gün 24 saat ərzində məktublar yazılacaqlar ən birinci Qiyasla Bayrama və mən çalışacağım ki, bax bu Qiyasla Bayrama yazacaqlar və mən çalışacağım əlbəttə ki, Taleda və Fuad Qəhrəmanı da onları da yada salaq və Said Dadaşbeylini və artıq bax bu cür şəkilləri biz çap elədik. Leyla xanım, və mən siyahını davam elətdirmək istəyirəm. Eyni zamanda 105 nəfər artıq danışdığımız kimi inanclı adamlardır. 4 nəfər keçmiş deməli dövlət işçiləri məmurlarıdır və 14 nəfər ömürlük həbs cəzasına məhkum olunanlardır. Bunlar müxtəlif cinayətlərdə itham olunan adamlar, şəxslərdir. Bunların arasında artıq dediyimiz kimi siyasi partiyaların liderləri də var. İlqar Məmmədov kimi Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvləri də var. Nida təşkilatı kimi gənclər təşkilatlarının üzvləri də var. Əgər birləşdirmək mümkünsə, olarsa, siz bu siyasi dustaqların həbsdə saxlanmasından məqsədi nədə görürsünüz? Nəyə görə bu adamlar həbsdə olmalıdır? Nəyə görə bu siyahı azalmır?
Nəyə görə azad edilənlərin əvəzinə yeniləri kimi həbsə atılır? diktator rejimləri siyasi dustaqlarsız yaşaya bilmirlər. Cəmiyyət gərək xofta yaşasın, gərək qorxsunlar. Əgər cəmiyyət qorxmasa və söz azadlığı olsa, onda sabah onlar deyə bilərlər ki, biz qul deyilik. Qul bayramında iştirak eləmək istəmirik. Biz istəyirik qanun olsun, azad seçki olsun və diktatora yox deyəcəklər. Diktator istəyir ki, hamı xofta yaşasın. Bu tarix bunu göstərir. Bu yəni ki, Azərbaycanda bugün gəlməyib. Bu hələ keçmiş Kaligula, Rimin imperatorısıdır belə eləyib. Bu həm Sulla, Stalin, Trotski, Severная Koreya, Şimali Koreya həmişə belə olub. Çox sağ olun Zəlal xanım, təşəkkür edirəm sizə bugünkü söhbətinizə görə və sizi azadlıqda görmək və eyni zamanda iş başında görmək və əvvəlkindən də daha çox məhbuslara, hüquq tapılanlara kömək edən görmək bizim üçün çox xoş oldu, çox şad oldu və ona görə də sizə işinizdə və çox vacib əhəmiyyətli işinizdə sizə uğurlar arzulayıram. Mən də istərdim ki, bu uşaqlar azadlığa çıxsın və əgər biz hamımız bir yerdə tələb eləməsək ki, azadlığa çıxsınlar, azadlıq hamının başına gələ bilər. Bunu hamını gözləyə bilər. Çox sağ olun, minnətdaram sizə. Sizə də sağ olun. Bu hər birimizin başına gələ bilər. Biganəlik cəzasızlıq üçün ən münbit şəraitdir. Cəzasızlıq olan yerdə isə cinayət də olur. Salamat qalın.